Qaynaq ağrıları olanlar bu videonu sona kimi dinləsin. Dizim ağrıyır, qığırdaqlarım yeyilir, pilləkənləri rahat qalxıb düşə bilmirəm. Yeriməkdə çətinlik çəkən insanlar. Niyə? Bədəndə kalsium çatışmamazlığı və qığırdaq arası maye azlığından gələn səbəblərdir. Biz sizə nə təklif edirik? Bizim isə təklif etdiyimiz məhsullar kalsium məhsulu, iyonlaşmış kalsium və glikozamin məhsuludur. Necə istifadə edirsiniz? Kalsium məhsulunu gündə bir dəfə ac qarnına yarım stəkan ilıq suda qarışdırıb içmək lazımdır və içdiyiniz zaman nə sizə nəticə göstərəcəkdir? Kalsium təminatınızı bərpa etməklə yanaşı sümükləri möhkəmləndirib sinir hüceyrələrini qidalandıracaqdır. Glikozamin məhsulunu isə səhər-axşam 2 kapsul istifadə etməklə tərkibində olan xondroitin qığırdaq toxumasını bərpa edir, qoruyur, oynaq arası mayını bərpa edir, sürtünməni azaldır və sümüklərin elastikliyini yaxşılaşdırır. İkisi birlikdə kompleks nəticə verir və məhsullarla bağlı ətraflı məlumat, sifarişlə bağlı bizimlə əlaqə